Görüşdüyümüzə sevindim. Ümid edirəm yaxşısan. Uzun müddətdir səndən xəbər gözləyirdim. Son telefon danışığımızdan sonra heç bir məlumat ala bilmədim. Əlimdən də heç nə gəlmədi. Bilirsən, heç nə əvvəl kimi olmadı. O yerinə yetirilməyən ümidlər. Hər şeyimizi itirdik. Evimizi, rahatlığımızı, hətta özümüzü də. Aləm mənə başqa şəhərə köçürməli oldu. Ətrafı toz, duman, partlayış səsi bürüyəndə isə biz sadəcə ümid edirdik ki, bu kabus bitər. Sən niyə heç bir xəbər vermədin? Bilirəm vəziyyət çətin idi Sən amma... nəsin bilmirsən? Hər gecə partlayış səsi ilə oyanmaq bilirsən nədir? Ətrafda çığırışlar, torpağa qarışmış insan səsi. Mən bu kabusu tək başıma yaşadım. Sən isə hardasa rahat yaşayırdın. Mən sənə kömək etmək istəyərdim. Mən sadəcə bilmək istəyirəm. Sən özünüzü hiss edirsən. Mənim yaşadığım qorxunu, çarəsizliyi indi yaşayırsan. Bax, bu mənim hər gün yaşadığım hissdir. Bu yolu seçməyə ehtiyac yoxdur. Mən buradayam, sənə kömək etmək istəyirəm. Kömək hə? Kömək indi yanına düşdü. Mənə kömək lazım deyil. Mənə lazım olan ədalətdir. Ədalət? Bu ikimiz üçün də ədalət deyil. Yanılırsan. Bəlkə də. Amma sən heç vaxt ağrını mənim qədər hiss etmədin. Mən səni başa düşürəm, amma mən sənin düşmənin deyiləm. Bu yolla heç nə həll etməyəcək. Ola bilər. Amma bu dəfə sən anlamalısan ağrının nə olduğunu, çarəsizliyin necə hiss olduğunu. Bəlkə də ədalət elə budur. Yaxşısan? Nə oldu? Bir hissidir. Qalxaq bəlkə. Qalxaq. Sən çox narahat görünürsən.